Azərbaycanın baş prokuroru Kamran Əliyevin maaşı 3260 manatdan 13750 manata qaldırılıb. Baş nazir isə 17160, nazirlər isə 13150 manat əmək haqqı alacaq. Bakı şəhərinin meri 13200 manat. Neftçilərin icra başçısının o plaşı məsələsinə qalandı. Plaşı 300 manat almışam, 3 il bundan əvvəl almışam. Heç inşallah ki daha bahalısını geyinmək nəsibiniz olsun. İcra başçısına 300 manatlıq plaş, nə bilim valla mən də 300 manatlıq geyinim. İcra başçısı da 300 manatlığını geyinsin. İnanmıram 300 manata plaş geyinsin. Çünki icra başçısının verdiği çay pulu 300 manatdır. Əsas məsələ odur ki, maaşımız artıb. Bundan sonra istəsəz 25 minlik plaş da ala biləcəksiniz. Əsas məsələ odur ki, hamınız sevindiniz bayram qabağı. Bizi də sevindirən olsaydı nə yaxşı olardı. Hələ biz sevinə bilməmişik, amma əsas məsələ odur ki, baş prokurorumuz da sevindi, baş nazirimiz də sevindi, nazirlərimiz də sevindi, ondan sonra canım sizə desin, icra başçılarımız da sevindi. İnşallah biz də sevinərik. Maaşlara baxanda gözüm qaraldı.